belə bədbəxt insanlar var da təbii ki. Ancaq pislikdən zövq ala bilirlər. Bu onları rahatlaşdırır, sakitləşdirir. Və mən bu insanları həyatımda gördükcə, o insanlardan o zərbələri aldıqca otururdum, dayanırdım, deyirdim ki, Allahım susuram və bunu, bütün hər şeyi sənə buraxıram. Və vaxt keçirdi, zaman keçirdi. Mən o ilahi ədaləti bilirsiniz, ağlıma gəlməyən bir yerdə, təsəvvürümə gətirmədiyim anda, xəyalımın ucundan keçirmədiyim bir məqamda görürdüm ki, o insanın həyatı yerlə yeksan olub. O insanın, hətta mən ona acımışam, üzülmüşəm və demişəm ki, Allahım bu dərəcədə istəməmişdim.